Bu dərsimizdə hesablama maşınını, yəni Calculate-i HTML və CSS-in köməyi ilə qurmağa çalışacağıq. İlk olaraq layihənin strukturunu index.html-də konteyner və parent divi içərisində yazmaq istəyirəm. Gəlirəm öz səhifəmizə və burada həm inputu, həm də hesablama sistemini ayıra biləcək divləri yazmış oluram. İlk olaraq show number deyə bir div yazıram və bunun da içərisinə tipi text olan inputumu vermiş oluram. Daha sonra burada həm rəqəmləri, həm də hesablama sistemini bir divin içərisində yazıb, bunları da həmin divin içərisində ayırmaq istəyirəm. Gəlirəm burada klassı mixed olan divi yazıram və bura klassı number və klassı calculation olan divlərimi yazmış oluram. Bura calculation. Daha sonra number divi içərisində listlərimi yazmış olacağım. Bura line 12'ye vuram və bunu da içərisinə 9 yazıram. Bu şəkildə 9, 8, 7, bura səhv getdik. 8, 7, 6, 5, 4, 3, 2, 1 və 0 yazıram. Daha sonra nöqtəni bu şəkildə yazıram və bərabərdir işarəsində qoymuş oluram. Gəlib baxıram, səhifəni yeniləyirəm. Bu şəkildə gəldi və bir də hesablama sistemlərini, yəni bölmə, vurma, çıxma və toplamanı burada yazmaq istəyirəm. Gəlirəm calculation divi içərisində uli li vuraq 4 və buna da bölmə işarəsini verirəm. Daha sonra burada vurma, sıxma və toplama olacaq. Bunlar da bu şəkildə yazdıq və kodlarımızı səliqəli hala salaq və style.css-ə gəlirəm. Burada body etiketinə arxa plan rəngi olaraq inspect tabından da baxa bilərik. Gəlib burada body etiketinə background color olaraq misal bu rəng verilib. Bunu kopyalayıram və gəlirəm burada background olaraq bu rəngi yapışdırırım. Və baxdığım zaman eyni rəngi almış oluruq. Və daha sonra gəlib container divimə position absolute yazıram və container divimi mərkəzə gətirmək istəyirəm. Yuxarıdan 50%, soldan 50% və translate xüsusiyyətindən istifadə edərək mənfi 50% və mənfi 50% verib bunu mərkəzə gətirmiş oluram. Və daha sonra background olaraq gəlib burada misal bundan istifadə edək. Gəlirəm bu rəngi almaq istəyirəm. Kopyaladım və bura əlavə edirəm. Bunu silirəm. Bu şəkildə arxa plan rəngini almış olduq və hətta listlər nöqtə şəklindədir. Gəlib bunun tipini index.html-də tip olaraq none yazıram və burada eyni qaydada tip olaraq none yazmış oluram və nöqtələrlə buradan getmiş oldum. Style.css-ə gəlirəm. Burada daxili boşluq olaraq padding 10 piksel yazıram. Border radius olaraq misal 7 piksel verirəm bu şəkildə. Genişlik olaraq width 17 rem yazıram. Bu şəkildə genişliyə sahib olmuş oldu. Və daha sonra parent divimə gəlirəm. Gəlib ekranı iki hissəyə bölürəm. Həm index.html-i görək, həm də style.css-i görmüş olaq.
Parent divimdə 2 divim vardır. Bunlara mən display flex yazıram və flex direction olaraq buna column verirəm. Daha sonra ara boşluqlarını qap 10 piksel vermiş oluram və hündürlüyünü isə 100% verirəm. Daha sonra show number divimə gəlirəm. Burada show number divimdə inputuma da stil vermiş olacağım. Gəlirəm burada genişlik olaraq 100% verirəm və hündürlük olaraq 3 rem yazıram. Və eyni qaydada gəlirəm inputuma width olaraq inherit, hündürlük olaraq inherit yazıram. Bu şəkildə border radius olaraq misal 10 piksel verirəm və arxa plan rəngini gəlirəm burada Color Zilladan istifadə edirəm və bu rəngi kopyalayıb buraya əlavə edirəm. Bu şəkildə gəldi. Daha sonra gəlib burada misal hər hansısa bir söz yazıram. Baxın, font size kiçikdir. Gəlib burada font size'ı 20 piksel verirəm və daxili boşluq olaraq padding 5 piksel yazıram və hətta rəqəmlər kalkulyatorda sağdan oxunur. Gəlib burada text align end yazdığım zaman artıq bu rəqəmlər indi hərflərdir bu. Rəqəmlər sağdan oxunmuş olacaqdır. Gəlib burada bunu silirəm və misal 5.2 yazıram. Baxın, bu şəkildə gəlmiş olacaq. Daha sonra digər divimizə keçid alırıq. Mixed divinə gəlib display flex yazıram. Və number divimə number display flex verirəm. Align items center və justify content center yazıram. Daha sonra number içərisindəki UL-yə number içərisindəki UL-ni seçirəm və burada buna da display flex genişlik olaraq 100% və flex wrap olaraq wrap yazıram ki, hər bir rəqəmə, yəni hər bir listə genişlik verdiyimiz zaman sığa biləcək qədər genişlikdə sığmış olsun, digər rəqəmlər də aşağı düşmüş olsun. Gəlib burada ara boşluqlarını isə qap 3 piksel yazıram. Daha sonra number içərisindəki UL içərisindəki lini seçirəm və burada font size olaraq 44 piksel verirəm. Daha sonra genişlik olaraq 60 piksel yazıram. Və burada background olaraq misal bunun arxa plan rəngi, hətta Color Zilladan istifadə edək. Gəlirəm burada bu rəngi kopyalayıram və buraya əlavə edirəm. Arxa plan rəngi bu şəkildə. Daha sonra border 1 piksel solid qara rəng verək. Bu şəkildə gəlsin. Daha sonra display flex yazıram buna və justify content center align items center verirəm. Mərkəzə, daha doğrusu rəqəmlər mərkəzə gəlmiş olsun. Color olaraq baxıram burada Color Zilladan istifadə edək. Gəlirəm burada bu rəngi seçirəm. Ağ rəngi bu şəkildə kopyalayıram. Və baxıram. Burada 2 dənə hashtag var.
Aha, bu şəkildə gəldi. Və border radiusu olaraq da border radiusu olaraq 5 piksel verirəm. Rəqəmlərimiz bu şəkildə gəlmiş oldu. Və daha sonra gəlirəm calculation divimə, stil vermək istəyirəm. Calculation divimi bu şəkildə seçirəm. Display, flex yazıram. Align items, center, justify content, center verirəm. Hündürlük olaraq 100% və genişlik olaraq 100% yazıram. Daha sonra calculation divi içərisindəki UL-yə gəlirəm. Yenə display, flex yazıram. Flex, direction, kolon verirəm. Alt-alta gəlsin. Və daha sonra ara məsafələrini qap 3 pikselliyə ayırıram. Genişlik olaraq 100% verirəm və hündürlük olaraq da inherit yazıram. Daha sonra calculation divi içərisindəki ULIT etiketi içərisindəki listi seçmiş oluram və buna da font size olaraq 43 piksel verirəm. Genişlik olaraq 100% yazıram və flex 1 deyərək bütün sahəni əhatə etsin deyirəm. Və eyni qaydada burada yazdığım, belə deyək, hər bir kodu kopyalayıram. Bura əlavə edirəm. Burada bir balaca alt hissədə gəlmiş oldu. Gəlirəm burada font size 44 yazıram. Aha, bu şəkildə gəlmiş olacaqdır. Və burada vurma işarəsi yuxarıda qaldı. Gəlib burada buna X versəm, bu şəkildə gəlmiş olacaqdır. Bu dərsimizdə də kalkulyator layihəmizi HTML və CSS-in köməyi ilə yazmış olduq. Bunun, belə deyək, funksionallıqlarını JavaScript dərslərini keçdiyimiz zaman işə salacağıq. İndi hal-hazırda bu şəkildə qalsın. Misal 0.05 yazıram. Baxın, bu şəkildə sağdan sola doğru rəqəmlər yazılmış olacaqdır. Bu dərsimizdən də bu qədər. Gələn növbəti layihələrimizdə görüşənə qədər hələlik.